həmin o şəxsi məclislərdə, bilmirəm indi, gizlindən kim yazıb, o cəsusluğu edib, o cəsusluğa da görə qiyamət günü cavab verəcək, o öz yerində. Kim bunu edibsə, edib, özü cavab verəcək. Və tanıdığımız bir müsəlmanı, hətta görsək ki, küfür şirk edir, ona kafir, müşrik deyə bilmərik. Mütləq şəkildə gərək onda 6 şərt öz əksini tapsın və 6 maniyə aradan qalxsın. Bunu biz hər zaman demişik. Əvvəlki xütbələrimizdə də, kitablarımızda da. Və bunu yenidən gündəmə gətirmək əlbəttə ki, ağılsızlıqdır. Zahirən gördün ki, adam şirk edir və salam. Müşrikdir. Bu dünyada. Ahirətinə hüküm vermirsən ki, o əbədi cəhənnəmlikdir. Çünki sən elə onu çağırıb, hüccət qaldırmamısan. 6 dənə şərt onda öz əksini tapmalıdır. 4 dənə də maniyə aradan qalxmalıdır ki, onun əbədi olaraq cəhənnəmə düşməyinə hüküm verə biləsən. Sənin boynuna düşən vəzifə nədir? Sənin boynuna düşən vəzifə odur ki, necə ki sən bir Azərbaycanlını əgər görsən ki, boynunda xaç ölüb, cənazə qalarsan mı ona? Niyə? Boynunda xaç var da, zahirinə hüküm verirsən. Adam Azərbaycanlıdır, kilsədən çıxdı, öldü. Cənazə qalarsan mı? Kilsədən çıxdı, yaxınlaşıb ona salam verərsənmi? Fikirləşərsən ki, bu xristiyandır. Halbuki Azərbaycanlıdır. Kilsəyə ilə belə baxmaq üçün getmişdi. Bəlkə də namaz qılandır. Kilsəyə girmişdi ki, baxsın, görsün kilsənin içi necədir. Amma sən zahirinə hüküm verirsən. Elədir? Eləcə də şirk edən adamı görürsən, bu adam şirk edir. Sən buna necə sən bunun cənazəsini qıla bilərsən, kəsdiyini yeyə bilərsən, qız verə bilərsən, qız ala bilərsən. Bu şirk edir. Həmçində necə sən hansı ixtiyarla sən onun ahirətinə hökm verə bilərsən? Olmaz. Ahirətə o vaxt hökm verə bilərsən ki, çağırıb onu, bütün o şərtləri ispat edəsən, maniyələri də aradan qaldırasan. Maniyə bilirsiniz nədir? Məsələn, bunu məcbur ediblər ki, şirk eləsin. Desin ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur. Desin ki, Allahdan başqa ibadətə layiq məbud var. Necə ki, Ammar ibn Yasir. Məcbur elədilər, öldürəcəkdilər. Ölümdən ehtiyat etdi, çəkindi, ölmək istəmirdi. Və dedi ki, Allahdan başqa ibadətə layiq məbud var. Lat və Uzza. Əssalam, bu onun üçün üzürdür. Bu birinci məsələdir. O məsələ ki, onda ümmət ittifaq edir. Elə bil ki, qardaşların bir 90% elə bil qaziyə çevrilir. Onu deyir, onu demək istəyirəm ki, elə eləməyin. Qardaş dedi ki, sən onun dünya hökmünü gör bilsin ki, müşrikdir. Amma ahirət hökmünü sən dirək verəməzsən, qalır, qazi vasitədə, elm əhli vasitədə qalır. Sən dünya hökmünü deyəsən, müşrik olduğunu bilirsən, etibar edirsən sən ona. Ahirət hökmünə qarışmırsan. Qarış onu deyir. Qardaş dedi ki, sən onun dünya hökmünü gör bilsin ki, müşrikdir. Amma ahirət hökmünü sən dirək verəməzsən, qalır, qazi vasitədə, elm əhli vasitədə qalır. Sən dünya hökmünü deyəsən, müşrik olduğunu bilirsən, etibar edirsən sən ona. Ahirət hökmünə qarışmırsan. Qarış onu deyir.